Növbədə hədis Əbu Hüreyrədən yenə rəvayət olunur. Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm: "Mən sələkə tariqan yəltəmisu fihi ilmən." Kim elm öyrənmək üçün bir yol çıxarsa, sahalallahu lehu bihi tariqan ilə cənnə. Allah onun cənnətə gedən yolunu asanlaşdırar. Hədisi İmam Müslim rəvayət edib. Bu çox əzəmətli hədisdir, qardaşlar. Yəni deməli cənnətə daxil olmağın ən rahat yollarından biri nədir? Elm tələb eləmək. Niyə? Bax görürsən, hədisdə deyir ki, Allah onun cənnətə gedən yolunu asanlaşdırır. İnsan elm öyrənəndə, elm ondan nə tələb edir? Əməl etməyi. Bax, elm öyrənir, halal haramı bilir, düzdürmü? Salih əməllə günah əməlin fərqinə varır. Nə tövhiddir, nə şirkdir, nə sünnətdir, nə bidətdir, bunları bilir, düzdürmü? Deməli, elm üzərində əməl edəndə Allah onu digər salih əməllərə müvəffəq edir və beləcə cənnətə gedən yolu asanlaşır. Çox əzəmətli bir hədisdir. Alimlər peyğəmbərlərin varisləridir və peyğəmbərlər də dinar, dirham miras qoymaz, onların qoyduğu miras elmdir. Kim o elmdən götürərsə böyük bir pay sahibi olmuşdur. Bir paydan sahibin var, böyük bir nəsibin var sənin, subhanallah. Deməli, peyğəmbərlərin mirasına hamı can atmalıdır, hamı. Bəzən insanlar dünyadan olan mirasa, dünya malından olan mirasa can atır, dünya sərvətlərinə. Vallahi elmdən gözəl miras yoxdur. Peyğəmbərlərin mirasından gözəl miras ola bilərmi? Yox, ona görə insan gərək elm öyrənmək həris olsun. Bax, bu hədis bizə nəyə göstərir, qardaşım? Bu hədis bizə alimlərin, elm tələb edənlərin dəyərini, qədrini bilməyi öyrədir. Onlara dəyər verməyi.